Vaxtınız xeyir. Bugünkü dərsdə DİM toplu 2025 11-ci sinif testindən Adjective Adverb Mix testlərinin izahına baxaq. 13-cü testdə The train arrived. Variantlara baxanda late və lately-ni görürük. Məsələn, bunda ki, bizə gec lazımdır. Lately son zamanlar deməkdir. Buna görə A-nı, Y-ni, D-ni atırıq. İkinci sırada made us all unhappy. Unhappy yox, unhappy. Düzgün variant B variantıdır. 14-də she's a very-dən sonra adi dərəcə gəlir və dancer sözünü görəndə rəqqas, başa düşürük ki, bizə sifət lazımdır. Demək, A-nı atırıq, C-ni atırıq, D-ni atırıq. B-yi arasında qalıb. İkinci tərəfə baxsaq, she dances so anlaşılır ki, rəqs edir. Rəqs etmək action verb olduğuna görə zərflə təyin olunur. Ona görə B-ni atırıq, düzgün variant Y variantı. 15-ci testə baxaq, he seemed. Bilirik ki, seem non-action verbdir və zərf yox sifətlə təyin olunur. Ona görə A-nı, B-ni, C-ni, D-ni atırıq. Düzgün variant Y variantı. He seemed excited before the performance, but he sang very confidently. Sang da action verb olduğuna görə zərflə təyin olundu, confidently. Düzgün variantı. 16-cı testə baxaq. The manager was. To be-dən sonra sifət gəlir, yəni zərf yox sifətlə təyin olunur. Ona görə C-ni yenə atırıq. Spoke very. Artıq action verb olduğuna görə bizə lazımdır zərf. Düzgün variant olur A variantı. Angry loudly. Louder very-dən sonra gələ bilməz. Həmçində sifət olduğuna görə bu variantları atırıq. 17-ci testə baxaq. The kite flew very. Çərpəncin uçmağından danışırsa, bu hündür yüksək mənasındadır. Highly isə yüksək dərəcədə deməkdir. Ona görə birinci boşluğa highly ola bilməz. Highly ola bilməz. Very high ilə ola bilməz. C-B arasında qalırıq. İkinci tərəfdə baxaq. The children were. Artıq excited sözünə görə sifətli sifətlə zərflə təyin olunur. Ona görə və yüksək mənasında yox, yüksək dərəcədə lazımdır. Həddindən artıq lazım olduğuna görə B variantını götürürük. 18-də he's a respected scientist. Respected sifətli zərflə təyin edirik. Yəni həddindən artıq hörmət edilən, yüksək dərəcədə hörmət edilən alimdir. Ona görə bizə haylar yox, highly lazımdır. B-D arasında qalmışıq. Who speaks very. Özü haqqında ucadan danışır. Düzdür, burada mənaca biraz uyğun gəlməsə də, amma düzgün olan variant D variantıdır. Adətən özü yox, kimsə onun haqqında danışar, amma burada özü haqqında danışır. Yəni mənaca biraz da uyğunsuzluq var. 19-cu testə baxaq. He sat near the window and. Variantlarda niyə və nearlini görürük. Niyə yaxın deməkdir, niyə isə az qala mənasında işlənir. Burada bizə gördüyümüz kimi yaxın yox, az qala mənası lazımdır. Ona görə niyəni atırıq. Eni ilə nearly sözü də dərəcələnmir. Ona görə more nearly olmaz, much nearly olmaz. Düzgün variant C variantıdır. 20-ci testə baxaq. We were driving very near to the cliff and yenə nearly hədən accident az qala qəza etmişdik. Bayaqçı mənadadır. Near sözləri bizə lazım deyil. Nearly isə dərəcələnmir. 21-ə baxaq. He worked very hard və hardını görürük. Hard çox deməkdir. Hard isə güclə çətinliklə. Çox çalışar, güclə çalışmaz. Çünki to finish the project layihəni bitirmək istəyirdi. Birinci tərəfdə hardlələri atdıq. Verdən sonra harder olmaz atdıq. C-D arasında qalır. İkinci tərəfdə but he slept feildir. Anlayırıq ki, yəni güclə yatdı, çətinliklə yatdı. Düzdür, burada bağlayıcı olaraq but yox, so işlənsəydi daha yaxşı olardı. So he hardly slept. Yəni demək olar ki, yata bilmədi, amma kitabda but veriblər.